Dostlar, hamını salamlayıram. Bizim bugünkü dərsimiz bax belə pəncərədən baxmalı effekt olacaq. Yəni pəncərə effekti deyilir buna. Belə bir şəkil düzəldəcəyik. Hal-hazırda bizim model bax budur və bundan istifadə edəcəyik. Deməli, biz əvvəlcə bunun kontrastını biraz artırırıq. Kırığı ilə dillər artırılır, bax belə. Və daha sonra Ctrl-I basaraq, bax bunun için qara ilə örtürük və kistimiz götürüb ağ ilə 100% olaraq burada bunun içini ağardırıq. Bax belə açırıq rəngini. Fikir verdiniz bax. Bax belənçi. Daha sonra yəni bunu elədik ki, saçın rəngi öz rəngi qalsın. Daha sonra bizim teksturumuz var. Onu yerləşdiririk bax burada. Teksturumuzu açırıq. Shift Alt basaraq ki, razmer itməsin və belə böyüdürük. Enter basırıq. Burada lighting qoyaraq burada faiz edirik 20. Daha sonra bizim şəhər şəklimiz var, onu açırıq. Bax budur. Və OK-yə basırıq burada da. Bunu da lighting edirik. Və bu dəfə burada 30% qoyuruq. 30%. Daha sonra bizim modelimizi daha gözə çarpmaq üçün biz burada selektiv kolorlara gedirik. Burada qoyuruq ağ rəng. Burada isə azaldırıq, edirik hardasa 85 edirik. 86. Daha sonra keçirik naturalsa. Bura edirik belə 19 eləyək. Daha sonra black'a keçərək burada isə 3 qoyaq. Fikir verirsiniz, bizim modelimizin bax göz hissəsi yanır. Onun üçün biz qara rəngə keçirik. Burada faizi azaldırıq, edirik hardasa 20% və qara kist ilə göz hissəni maska ilə örtürük. Baxın, bax belə bir şeydir. İndi fikir verərsiniz, baxın yandırıb söndürəndə gördünüz, elə çox bilinmədi. Biraz da eləyə bilərik hətta. Bax belə. Daha sonra keçirik deməli Channel Mixer-ə bu hissəyə keçdikdə biz burada rəngi düzəltməliyik. Onun üçün burada edəcəyik bu dəfə 142 və burada da eləyirik 42 minus 42. Bax belə. Yəni biraz çox eləyək. 46 eləyək. Bəli. Hətta bunu biraz azaldıra bilərik. 25 eləyək. Baxın, bax bizim artıq şəklimiz belə alınır. Yalnız bax bu hissələrdə görürsünüz narıncı rənglər əmələ gəlir modelimizin üzündə. Onun üçün isə keçirik bax burada Saturation-a. Saturation-da faizini azaldırıq. Biraz bax belənçi rəngini alırıq. 61. Fikir verirsiniz, opşi şəklində rəngi alındı. Onun üçün nə etmək lazımdır? Biz Ctrl-I basaraq yenə qara rənglə maska ilə örtürük buranı və ağ rəngi qoyaraq 100% edirik bunu. Kistimizin razmerini biraz balacaldırıq və başlayırıq binanın içini rəngləməyə. Yəni bina hara dərin üzərinə düşürsə o hissələri rəngləyirik. Baxın, bax belə. Biraz burada artıq bölüyə bilərik. Bu hissələri ümumiyyətlə təmizləyirik dəridən. Bax belə. Dostlar, bunu etdikdən sonra biz artıq şəklimiz lazım effekti alınıb. Sadəcə bizim fikir verirsiniz, binanın konturları çox dəqiq konturlar əmələ gəlib. Onun üçün nə etmək lazımdır? Keçirik binanın üstünə və filter, blur, Gaussian blur edirik. Gaussian blur edirik və faiz isə 15 qoyuruq və OK basırıq. Bax belə dostlar, şəklimiz artıq hazırdır. Yəni belə bir effektli bir şəkildir. Əgər dərs sizin xoşunuza gəldisə, kommentləri gözləyəcəm. Nədəsə kömək oldumsa sizin kommentləri, like'ları gözləyəcəm. Uğurlar dostlar. Sağ olun.